Əlqərəz. Parazitlər də var, simbiotiklər də var, eubiotiklər də var. Və göbələk məhz o şərti patogenlərdir. Onlar bizlə birlikdə yaşayır, hər yerlərimizdə var. Dəridə, daxildə, bağırsaqlarda, hər yerdə var. Amma bizə mayeçiliyi yoxdur. Bizlə birlikdə yaşayırlar. Bizim daxili mühitimiz dəyişəndən sonra onlar nəsə bir problem yaradırlar. Deyək ki, biz antibiotika terapiya çoxlu eləyirik və bütün bağırsaqda nə ki var, bütün dostlarımızı hamısını qırırıq. Qırılandan sonra immunitet zəifləyir və göbələklər ortaya çıxır. Yaxud da ki, şiş prosesi olur. Şiş prosesində mühit dəyişir. Şiş özü daxilində turşulu mühit yaradır. Göbələklər də turşulu mühitə meyillidirlər. Ona görə də göbələklər də o turşulu mühitə sonradan gəlir. Onlar səbəb deyil. Onlar xərçəng prosesinin nəticəsidir ki, biz onu görürük. Səbəb deyil. Səbəb dediyim kimi, daxili mühitin dəyişməsidir, daxili ekologiyanın dəyişilməsidir, immunitetin zəifləməsidir.